Salam kanalımın değerli izləyiciləri, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Hə xanımlar, dedim gedim qənd doğrayım, həyətə düşdüm. Biz qəndi doğrayırıq da, elə bir ki alırıq paçkada, doğranmamış. Sonra onu doğrayırıq, çünki sevmirlər bizdə hazır qənd xoşlamırlar. Belə doğrayırıq. Hə, dedim düşüm, qəndi doğrayım. Bir də gördüm nədir? Bir kaset çiyələk bizim stolun üzərində. Qaynanamdan soruşdum, dedik, xəbərim yoxumdur. Bilmirəm kim gətirib bizə pay. Pay artıq olsun, çox sevindim həqiqətən. Bizdə uşaqlar çox sevirlər. Özü təzə-təzə, çox gözəl çiyələklərdir. Maşallah, biri-birindən gözəldilər. Axır indi bilərik kim gətirib. Yəqin bizi çağırıblar, biz eşitməmişik. O da ola bilər. Qəşəng yuyum, Murad da sevir, Murad üçün də aparım. Qəndimi bu qənddən doğrayıram. Göstərim sizə. Bundan doğrayıram belə. Hə, Murad televizora baxır, otaqdadır. Çiyələklərdən yudum, dedim aparım Murad üçün də qoyum, yesin televizora baxa-baxa. Həm də sevdiyi meyvədir. Bax, nə getmiş. Soskanı atarlar yerə. Gəl burada otur. Götür soskanı, götür Murad. Gəl burada otur, cizgi filminə baxa-baxa ye. Əvvəl əkdiyimiz xiyarlar artıq yanıb, solub. Təzə əkmişik. Onlar başqa sortdur belə. Biraz tikanları var xırda-xırda. Amma əvvəl əkdiyimiz tikansız xiyar idi. İstəyirəm indi təzə xiyarlardan dərim. Bizim kəndimizdə xınadır, toydur, bilmirəm, qəşəng səsi gəlir. Allah xoşbəxt eləsin, kiminsə toyudursa. Allah bütün subaylara gözəl günlər nəsib eləsin inşallah. Lobyalarımız da yetişib, sabah inşallah istəyirəm lobya çıxırtması eləyim. Artıq qəşəng yetişiblər. Bunların görə qalın yarpaqlarından arada vaxtım olduqca vurum. Vuranda yaxşı olur da.
Maşallah. Allah bereket versin. Yavaş-yavaş bağçamdakı çiçəklər açırlar, bəziləri açır. Bu tumurcuqlanır, qəşəng. Maşallah günü-gündən böyüyürlər. Bunlar açmazlar. Elə bil ki, şam ağacları var. Elənçino bu bəzəkli şam ağacıdır da, qısa qalır, formalı. İnşallah bu çiçəklər açar. Onlar isə onun yanında daha da gözəl durarlar. Bağçamın bəzi yerləri seyrə idi, çünki xırda qalıblar güllər. Yenə mamam gilə gedəndə harasa, yəni boş qalırsa yerində gətirirəm, təzədən əkirəm. Burada isə uşaqlar üçün səhər yeməyi hazırlayıram. Xoşladıqları yemək Nesquik südlə. Mən də südü qızdırdım. Sonra ən asan, pratik, asan yemək. Nesquikləri tökdüm qaba, sonra da isti südü. Gəldim mamamgilə. Murad biraz gəzsin. Mamam da artıq xalçalarını yuyur yavaş-yavaş. Nə gözəl sərib burada. Hara gedirsən Murad? Bəbə. Boş vişnədən qoyarsan? Hə, vişnə qoyum, bəli. Yaxşı olur. İmam Reysanlı. Hə, xanımlar, ilk öncə mamam saplaqlarını təmizləyir. Bankaları da yuyub, qəşəng üzü aşağı çevirib ki, suları getsin. Daha qalıb axıra qədər çəkə bilmədim, çünki evə gəlib yemək bişirməli idim, tələsirdim deyə. Gəldim, gördüm qaynanam lobya dərib. Yaşıl soğan da dərib, lobyaya vuranda daha dadlı olur. Bunları doğrayım qəşəngcə, sonra bişirəcəm. Hə, xanımlar, ilk öncə soğanımı doğradım. Soğanımı qovurandan sonra digər pomidordur, yaşıl soğandır, lobyadır. Onları hamısını birlikdə əlavə edəcəm. Ağzını qoyub vamotda qızarana qədər qarışdıracam, ara sıra qarışdırıram. Hamısı birlikdə bişəndə daha dadlı olur. Ən sonda da zövqə görə kim istəsə yumurta əlavə edə bilər, kim istəsə eləməyə də bilər. Amma bizdə sevirlər deyə mən əlavə edirəm ən sonda yumurtasında. Artıq hazırdır, yeməyim hamısı qoydum vamotda. Ağzını da qoyacağım, qapağını, duzunu ən sonda, pul bibərini də əlavə edirəm. Sonra qızarana qədər ara sıra qarışdıracağım. Göz haqqınızı halal eləyim. Bugünlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.